Biz ama peşmandır bir kadın oğlu için kız aktarsın. Kadın kapıdan içeri girende görür ki buradan önüne stol açılıbdı. Bu adet, bu israftır. İsrafları sayıram. O kapıya o kadınlar 2 dəfədə, 3 dəfədə, 5 dəfədə gələ bilər. İndiki qızlar kapıya gəlməmişdən çöldən bacadan həyəri alırlar diye çok rahattı bunlar. Ama qədimdə qızın qapısı o kadar döylərdi ki bu izler o kapıda qalardı. Elə olmalıydı, qız ağır olmalıdır. Bəli. Yaxşı, birinci kadın geldi yemədim. İkinci dəfə geldi yine yemədi, su da içmirlər. Deyirlər ki çay gətirək, deyirlər şirindirsə gətir. Yəni qızı verirsənsə çay gətir. O da deyir mən ərimdən soruşmalıyam. Yaxşı, getdi. Üçüncü dəfə gəlirlər, artıq kişilər gələndə yenə qadınlar qabaqçıdan xəbər göndərir. Bizim kişilər gəlir. Eğer kişilər gələndə bu ev məşvərət eləyib, qızlarını o oğlana yaraşdırıblarsa, artıq bunlar şirin çayını hazırlayırlar. Şirin çayın da masasında bir qətti, bir de bal. Şirin çayla balı qatdılar, ya şeker qatdılar, işlər getdilər. İsraf yoktu ki burada. Yoktu. Sadece çay ve Sonra ne olur? Yaxşı, burada indi mən qız vermişəm, şirin çay içdirmişəm də. Növbəti dəfə gətirib bir tək qaş üzüyüb bağlayırlar, hərə alanda, hərini bu kişi verib də. Bir kişi 100 dəfə hə deyir. Bir dəfə deyir şirin çay gətir. Sən də oradan buxçanı çıxart, kəlağayını götür. Üzüyümü taxtın ad oldu. Burada bağlanmalıdır mövzu. Şirin çayla kəlağayla üzüyü bağlanmalıdır. Biz nə edirik? Növbəti dəfə bu kişi elə bir tutuquşudur. Bu kişi növbəti dəfə çıxmalıdır, masa açmalıdır. Bu dəfə də 50 nəfər, 30 nəfər deyib 50 nəfər gəlir bir boy oğlan evdə. Hə, dekor dizayn da ağlınıza gələn gəlməyən bahalı paltar, nə bilim, nə. Vəssalam. Bu da oldu mu israf? Görün mən nə bu da israf saymışam xınaya qədər. Gəldik nişana. Hə? Nişan yersiz bir adətdir. Səbəbi nədir? Əgər bu nişan doğruçudursa, bu üzük doğrudursa, bəs nə üçün onda biz nişanlı cütlüyün əlindən üzüyünü alırıq, zaksda təzdən yerinə qoyuruq və təzdən dedik üzüklərinizi dəyişin. Bunu 7 ayda taxır da bu qız. Saxta, məntiqsiz adətlərimizi çıxardın sıradan. Danışdıkça ben özüm çok analiz ettim. Hakikaten doğru Nə söylüyorsun. əlaqə? Hə, yığılırlar yenə 30 nəfər söz verən oğlan evi 70 nəfərlə gəlir xınaya. Qiybətçil xalalar, sözbaz bibilər, eltilər, qaynarvatları hamı yığıldı gəldi. O qız evinə baxır, gözünü süzdürür. Bu oğlan evinə baxır, gözünü süzdürür. Gəlinin də nişan paltarının hamıya aid deyil, çoxsu yarısı yoxdur. Yarısı yoxdur. Bu da olub hələ bu arxa atlanmayıb. Bu artıq soyunub. Bunu ərdən başqa hamı görüb. Geldi bu üzüyle taxtılar. Bir qoşunda xonça geldi. Yaxşı, nişanda mənə gələn xonçanın ikisi şəkərbura paxlava olsun. İkisi də buran o pes oğlu şaftaldan olsun. Xülasə, qalanı paltardır. Bu paltarı mənə nişanlı vaxtı geyinməyə qoymursunuz. Çünki toydan sonra giyin. Bu mənim evimdə nə gəzir? Bu niyə mənim evimdə 6 ay durmalıdır, 7 ay durmalıdır? Mən bunu niyə gətirmişəm? Mən buna tamarızı qalacam, baxacam. Mən də ərə gedəndə bunun dəbi dəyişəcək. Bunu mənə niyə gətirmisiniz? Ona göre deyirəm ki, bura qədər saydığım israflardan sonra nişanı da ləğv edin, xonçanı da xınaya gətirin. Xına da toydan ən sonuncu adətdir. Buradan sonra toya keçirsən, paltar da dəbli qalır. Üzüyünüz də saxta olmur. Nigahda taxırsınız, bir dəfə taxırsınız bu üzüyü, 100 dəfə bunu çıxartmırsınız.